Salam əziz izləyicilərimiz, xoş gördük hər birinizi. Bu dəfəki test tapşırığımız deməli verilənlər bazasına aid test nümunəsi olacaq. 69 nömrəli testimizdir. 2025-ci il DİM test toplusundan olacaq. Gəlin baxaq. Bizə deyir, verilənlər bazasındakı cədvələ tətbiq edilən universitet budur, buraxılış ili 2015. Sorulsan neçə yazı uyğundur? Əvvəlcə onu bilmək lazımdır ki, yazı deyirsə, biz deməli, yəni yazı sətr deməkdir. Sətirləri nəzərə alacağıq. Gəlin baxaq. Or nə deməkdir? Əvvəlcə onu təkrar edək. Or və ya deməkdir. And və deməkdir. Not da inkardır. Yəni bir şeyin əksi, inkar edilir. Or deyəndə hər iki şərtdən biri ödənir. And deyəndə, baxın bura qeyd edirəm, hər ikisi ödənməlidir. Dəqiqə mən bunu götürüm buradan. Hər ikisi ödənməlidir. Or deyəndə isə hər hansı şərtdən, yəni bir şərtdə ödənsə, onu biz qəbul edirik. Bir şərt ödənsə kifayətdir. Yəni ikisi də ödənilə bilər. Biri də. Fərqi yoxdur. Not isə inkardır. Yəni bir şeyin tərsi. İnkar edir. Yəni tərsi. İndi gəlin baxaq testimizə. Bizə deyir universitet budur. Baxırıq. Universitet budur 1-dir. Universitet budur 3-dür, 4-dür. Yenə varmı? Yoxdur. Sonra buraxılış ili deyir 2015 olsun. 2015, 2015, 2015, 2015. Bax, nə dedik? Orada hər ikisi də ödənə bilər və yaxud bir şərt ödənsə də kifayətdir. Baxın, 1 ödənib, plus qoymuşuq. 2-yə qoymamışıq, 3 ödənir, 4 ödəyir. Baxın, 4-də artıq 2 şərtdən biri ödənib. Or olduğu üçün biz bunu qəbul edirik. Baxın, burada bizə or verir. Buna görə 2 şərtdən biri də ödənsə qəbul edirik. 6 ödənib, 8 ödənib. Deməli, hansılar oldu? 1, 3, 4, 6, 8. Bizdən nə soruşur? Neçə yazı uyğundur? Neçədə nə oldu? 5 dənə. Bəzən sonuncu şərtə diqqətlə baxmırlar. Tez gedib 1, 3, 4, 6, 8-ni götürürlər. Lakin bizdən neçə yazı, sayını soruşur. Sayını soruşduğu üçün 5 dənə olacaq. Yox, əgər desəydi ki, hansı yazılar uyğundur? Onda 1, 3, 4, 6, 8-i götürəcəkdik. Baxın, buraya yazıram. Hansı yazı soruşsa, hansı yazını soruşsa, deməli, hansı yazını soruşsa 1, 3, 4, 6, 8 götürülür. Sayını soruşsa 5 dənə. Sayını soruşsa 5 dənə. Bu test izahımız da bura qədər. Güman edirəm ki, bu izahım da hər biriniz üçün aydın oldu. Növbəti videolarımızda görüşənə qədər kanalımıza abunə olun, şərh yazmağı və like atmağı unutmayın. Sağ olun, hələlik.